Azərbaycan çempionatında 2-ci liqanın ardınca 1-ci liqaya da yekun vuruldu. Şəfanın çempionluğu 2 tur əvvəl rəsmiləşmişsə, play-offa vəsiqə verən ikinci yerin sahibi, eləcə də liqanı tərk edəcək komandanın adı son turda dəqiqləşdi. Ötən mövsümün yekunlarına görə 2-ci liqanın gümüş medalçısı kimi 1-ci liqaya yüksələn Şəfadan bəlkə də əksəriyyət çempionluq gözləmirdi. Mövsümün əvvəlində oliqarx Adnan Əhmədzadənin Mingəçevirinin adı rəqibləri üçün vahiməli görünürdü. Səbailin vəziyyəti əvvəlki tək yaxşı olmasa da, illərlə Premyer Liqa rəqabətini, təcrübəsini yaşamış klub olaraq əsas favoritlərdən sayılırdı. Hüseyn Rızayevin böyük əmək sərf edərək qurub yaratdığı Baku Sportingin də hədəfi Premyer Liqa idi. Sonunda məqsədinə çatansa Şəfa oldu. Kluba himayədarlıq edən My Group Holdingin uğur və inkişaf üçün xərclədiyi vəsait boşuna getmədi. Hələ mövsüm başlamamış, Şəfa transferləri, oyunçulara təklif etdiyi müqavilə şərtləri ilə dillərə düşmüşdü. Səbail, Mingəçevir, Şahta Qusar və Baku Sportingdən fərqli olaraq Şəfanın heyəti büsbütün yerli futbolçulardan ibarət idi. Yalnız İranlı Əmir İbrahimzadə istisna olmaqla. Mart ayına qədər Şəfanın prezidenti Sərdar Salmanzadə idi. Məntiqlə uğurda əsas rolu olan şəxslərdən biridir. Amma qəfildən nə oldusa, martın əvvəli Salmanzadə postundan getdi. Media açıqlamasında mənim üçün də gözlənilməz oldu. Klubun strategiyası ilə bağlı fikir ayrılığı oldu. İnşallah fəaliyyətimi daha miqyaslı layihələrlə davam etdirəcəm deməklə kifayətləndi. Sərdar Salmanzadəni bu günlərdə Sibriz Arenanın təqdimat mərasimində layihə rəhbəri kimi gördükdə onun hansı iri miqyaslı layihəni nəzərdə tutduğu anlaşıldı. Anlaşılmayan, Şəfanın yüksəlişində xüsusi rol olan birinin qəfildən klubdan göndərilməsi, hətta bu günlərdə çempionun mükafatlandırma mərasiminə adicə dəvət almaması idi. Bu qərarları verən də özgəsi deyil. Salmanzadənin dost doğma xalası oğlu, onun yerinə Şəfanın prezidenti postuna əyləşən Kənan Sadıqlıdır. Xalaoğulların arasındakı söhbətə qarışma fikrimiz yoxdur, amma çempion indi də baş məşqçi Elgiz Kərəmli postundan göndərməyə qərar verib. Halbuki bir il əvvəl klub prezidenti Sərdar Salmanzadənin baş məşqçi Kərəmli ilə imzaladığı müqavilədə xüsusi bənd var ki, Şəfa Premyer Liqaya vəsiqə qazanarsa, baş məşqçi ilə müqavilə azı bir illiyə uzadılacaq. Klubun rəhbəri, prezidenti dəyişə bilər, amma bu hüquqi cəhətdən müqavilə şərtlərini pozmağa əsas vermir. Mənəvi cəhətdən isə sadəcə ayıbdır. Klubun çempionluğunda əsas pay sahibi olan iki şəxs, prezidenti və baş məşqçisi göndərilirsə, o zəhmətin, əziyyətin qarşılığında bu hərəkətin adı nankorluqdur. Çempionun nankorluğu. Şəfanın onsuz da yeni mövsümdə minimal hədəfi liqada qalmaq olacaq. Niyə Elgiz Kərəmli işini daha peşəkar müstəvidə davam etdirməsin? Böyük məşqçi olmaq üçün elə bu cür birinci, ikinci liqalardan başlayıb yüksəlirsəndə, niyə adamın layiq olduğu yerdən kənarlaşdırırsınız? Nəticələrə gəldikdə Şəfa ən yaxın izləyicisini 5 xalqa bağlamaqla çempion oldu. Oyunçu və məşqçilərə nə lazımdır? Maaşlar yüksək, vaxtında verilir, qələbələrə görə mükafatlar da öz yerində. Bir sözlə pulun varsa, çempionluq da var. Şəfa Səbail ilə yanaşı mövsüm ərzində ən az qol buraxan komanda oldu. Komanda 20-ci tura qədər məğlubiyyət nə olduğunu bilmədi. Həmin tur əsas rəqiblərindən Mingəçevirdən ağır məğlubiyyət aldı. 2-5. Bir də son turda artıq hər şey həll olunduqdan sonra Zaqatal ilə formal oyunda 1-2 uduzdular. Bir sözlə, Şəfa haqq etdiyi, layiq olduğu çempionluğu qazandı. Liqanın gümüş medalları Mingəçevirin oldu. Mövsüm başlayan kimi klubun himayədarı Adnan Əhmədzadə həbs olunmasaydı, bəlkə də Mingəçevir bugün çempion kimi təbrikləri qəbul edəcəkdi. Hərçənd Mingəçevirin prezidenti Rafael Bünyadov Əhmədzadənin həbsindən sonra mediaya Adnan mənim 30 illik dostumdur. Kluba isə heç bir aidiyyəti yoxdur, tipli açıqlamalar verdi. Amma zaman göstərdi ki, Əhmədzadənin həbsinin Mingəçevir FK-ya bilavasitə təsir oldu. Nur şəhərinin komandası ilk dövrədə 9 oyundan 16 xal topladı. Əsas rəqiblərinin hər üçünə uduzdu. Şəfaya 2-3, Səbailə 0-2, Baku Sportinga 1-2. Qışda klubda məvaciblərin yubanması, komandanın qaldığı otelə borcu yaranması xəbərləri yayıldı. Futbola voleyboldan gəlmiş klubun baş meneceri Vüqar Hüseynzadə ilə
baş məşqçi Ramiz Məmmədov arasında münasibətlərin pozulması da yayılan xəbərlərdən biridir. Klubun prezidenti Rafael Bünyadov qışda Prosport saytına açıklamasında Vüqar Hüseynzadəyə istinadən demişdi ki, Hüseynzadə bildirib ki, artıq çempionluq şansımız qalmayıb. Mən də baş məşqçiyə demişəm ki, əgər çempion olacaqsa dəstək olum, yoxsa xərcləri azaldaq, keçək B planına. Statın sonu. Deyəsən klubun prezidenti özü həqiqətən də B, bəlkə də D planına keçmişdir. Çünki Mingəçevirin martdan sonraki ev oyunlarında bir neçə dəfə olsaq da Rafael Bünyatovu bu oyunlarda stadionda tapa bilmədik. Klub sanki yiyəsiz buraxılmışdı. Ortada yalnız Mingəçeviri və onun komandasını sevən bir neçə fədai vardı. Qəfil taliyə dönən klub bütün bunlara baxmayaraq sarsılmadı. Ləngər vursa da, ara sıra səntirləsə də yıxılmadı. Mingəçevir 1-ci liqada hamıdan çox 27 oyunda 55 qol vurmaqla əla məhsuldarlıq göstərdi. Çempion Şəfa üzərində 5 hesablı möhtəşəm qələbə Mingəçevirin yıxılmadıq, ayaqdayıq mesajı idi. Ondan əvvəl Baku Sporting üzərində bir qələbə, bir heçəcə Mingəçeviri liderə yaxınlaşdırmışdı. Gəl ki, Cəbrayıl və Şaxta Qusara məğlubiyyətlər Mingəçeviri çempionluq yarışından qopardı. İkinci yeri tutmaq üçün son turda bu mövsüm 2 dəfə uduzduqları Səbaili məğlub etməli idilər. Mingəçevir azarkeşinin möhtəşəm dəstəyi ilə Ramiz Məmmədov və komandası bu həlledici qarşılaşmanı 4-1 qazandı və ikinci sıranı Səbaildən qopardı. Bu oyun 1-ci liqada bütün mövsüm ərzində ən çox azarkeş toplayan qarşılaşma oldu. 2750 tamaşaçı. Ümumiyyətlə Mingəçevir azarkeş sayında digər 9 komandanı kölgədə qoyub. PFL-in açıqlamasına görə mövsüm ərzində 1-ci liqada bütün oyunlara toplam 25710 tamaşaçı gəlib. Bunun 45% isə təkcə Mingəçevir FK-nın payına düşür. Klubun mövsüm ərzində keçirdiyi 14 ev qarşılaşmasını ümumilikdə 11520 azarkeş stadiondan izləyib. Mindən çox azarkeşin izlədiyi 4 oyunun hamısı Mingəçevirdə olub. Şəhərin futbol şəhəri olduğu azarkeşin futbola sevgisini elə bu rəqəmlər açıq-aşkar deyir. Belə fanatlara, belə şəhərə Premier Liqa yaraşır. Bunun üçün onlara bir qələbə lazımdır. Mayın 28-də keçiriləcək play-off görüşündə Premier Liqanın 11-cisi Qəbələni məğlub etmək. Bu komandaları mövsümün girişində Azərbaycan kubokunda qarşılaşmış və Qəbələdə keçirilən həmin oyunda meydan sahibləri Mingəçevir FK-nı 5-1 hesabı ilə darmadağın etmişdi. Amma bu bir oyundan ibarət. Final xarakterli bir play-off görüşüdür. Qəbələ favorit sayılsa da, Ramiz Məmmədov təcrübəsi, futbolçuları isə xarakteri, əzmkarlığı hesabına sürpriz edə 28 ildən sonra Mingəçeviri ölkənin futbol elitasına qaytara bilər. Maraqla mayın 28-i saat 18:30-da Sumqayıtda başlanacaq dueli gözləyirik. Səbaili AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayevin futboldakı son izi yadigarı adlandırmaq olar. Onun 2016-cı ildə öz oğlunu futbola cəlb etmək üçün yaratdığı Səbail FK artıq bir neçə ildir uşaq oyuncağı olmasa da, böyüklər üçün də cəlbedici deyil. Klubun sponsoru Xəzər Dəniz Gəmiçiliyi bir ildir himayədarlıqdan çəkilib. Klub dövlətin AFFA vasitəsilə ayırdığı 300 min manat və kiçik maliyyə yardımları hesabına ayaqda qalmağa çalışır. Mövsümün ilk dövrəsində komanda 9 oyundan 5-də qalib gəlib, 3-də heç edib, yalnız birində uduzsa da, baş məşqçi Elvin Məmmədov postunda qalmaq istəmədi. Qərarını indiki məqamda belə bir addım atmaq lazım idi. Belə dönəmdə nələrsə dəyişməlidir sözləri ilə şərh etdi. Həmin vaxt Səbail liderdən 5 xal geri qalırdı. Onun boşaltdığı kürsüyə Kəpəzdən göndərilən Adil Şükürov əyləşdi. Ötən həftə liqa yekunlaşanda Səbail finişə 3-cü sırada, 1-ci yerdən 7 xal geridə çatdı. Demək, Elvin Məmmədovun yerinə gələn Adil Şükürov klubda müsbət dəyişiklik edə bilmədi. Səbail Qəbələnin əvvəlki mövsümdə etdiyi kimi bir ilə elitaya qayıtmağı bacarmadı. Halbuki heyətdə yetərincə təcrübəli oyunçu, üstəlik 2 Braziliyalı legioner də vardı. Adil Şükürov play-offun bir addımlığında ikən əvvəlcə Şaxta Qusarla öz meydanında 0-0 oynamaqla, son turda isə Mingəçevirlə ölüm-qalım maçında 1-4 uduzmaqla özünü də bitirdi, Səbaili də. Premier Liqa təcrübəsi olan məşqçi komandanın belə həlledici görüşlərə də hazırlaya bilmirsə, daha nədir onun fərqi, üstünlüyü? Səbaildə nizamsız olan təkcə nəticələr deyildi. İntizam sarıdan da komandada ciddi problemlər vardı. Moik Səbail görüşündə kapitan Yusif Nəbiyev baş məşqçiyə etiraz edərək meydanı tərk etmir. Oyundan sonra isə Adil Şükurovla söyüş və yumruq döyüşünə çıxır. Nəticədə kapitan komandadan qovulur. Belə intizamsızlığın hökm sürdüyü kollektiv liqada məqsədinə çata bilməz.
Bu Səbail adlı klubun yaşaması üçün bəlkə də son şans, son mövsüm idi. Maliyyə dayaqları olmayan Səbailin yeni mövsümdə yaşayacağı sol altındadır. Düzdür, son günlərdə kluba Aztürk Holdingin sponsorluq edəcəyi xəbərləri yayılıb. Amma bu holding haqqında o qədər mənfi xəbərlər ortaya çıxdı ki, kimin fırıldaqçı, kimin düz adam olduğu hələ ki bəlli deyil. Buzovnaya böyük futbolu qaytaran Baku Sporting mövsüm boyu liderlər qrupunda oldu. Lider Şəfaya rahat nəfəs almaq imkanı vermədi. Klub rəhbərliyinə afərin. Gənc məşqçi Royal Nəcəfova sonadək güvəndi, dəstək oldu. Hələ heç 1-ci liqa üçün tələb olunan məşqçilik kateqoriyası belə olmayan 36 yaşlı Nəcəf olsa, köməkçisi Kərim Diniyevlə birlikdə özünü yaxşı tərəfdən göstərdi. Sadəcə Baku Sporting stabil tempdə çıxış edə bilmədi. Liqada ən çox 10 heç-heçə edib Buzovna təmsilçisi. Hər birində 2 xal itirdiklərini nəzərə alsaq, komandanın sonunda çempion Şəfadan niyə 8 xal geri qalmasının səbəbi bəlli olar. Bir də outsider Şimal FK-yə məğlubiyyət Baku Sportingin beylini qırdı. Bu klubda gələcəyi hesablanan bir çox böyük işlər görülür. Klubun bazası, infrastrukturu, uşaq futbolu peşəkar səviyyədə formalaşdırılır. Buzovnada illər sonra futbola həyat verən insanlar və onların komandası haqqında yaxınlarda ayrıca bir video sujetdə ətraflı danışacağıq. 5-ci yeri tutan Şahta Qusara görə sadəcə heyfslənirsən. Futbolun dəlicəsinə sevildiyi Qusarda bir stadion, bir də sponsor problemi illərdir həll olunmur. Ötən mövsüm 2-ci liqada çempion olan komanda Premyer Liqa ilə bağlı xəyallar qurarkən klubun himayədarı Azinko əlini Şahta Qusardan çəkdi. Klub yayda oyunçularını buraxmaq məcburiyyətinə qaldı. Şahta Qusarı dağılmaq təhlükəsindən komandanın oynayan məşqçisi və kapitanı Rahid Əmirquliyevin fədakarlığı xilas etdi. Klubun prezidenti seçilən Rahid hətta bəzi oyunlarda meydana çıxıb komandası üçün mübarizə apardı. Normal maliyyə olmadığından Şahta Qusar heyət baxımından əsas rəqiblərinə uduzurdu. Şəfaya hər 3 oyunda, Baku Sportingə 2 görüşdə məğlubiyyət heyətlər arasındakı səviyyə fərqindən irəli gəlirdi. Normal maliyyə yox, ev oyunlarını Qusardan avtomobil yolu ilə 300 km aralı Şamaxıda keçirmək yekunda nəticəyə təsirini göstərdi. Mövsümün azarkeş sayında Qusarlı fanatların ilk beşikdə yer almaması çox təəccüblü oldu. Halbuki Qusar fanatlarının çılğınlığı, komandaya verdiyi dəstək bütün ölkədə məşhurdur. Nə yazıq ki, onların komandası stadion yoxluğu səbəbindən Şamaxıda sürgün həyatı yaşayır. 26-cı turda Səbaillə maçda Qusarlı azarkeşlərinin Baylı stadionunda göstərdiyi performansı komanda Qusarda oynayarsa hər maçda görə bilərik. İndi yenə şad xəbərlər gəlir. Şahta Qusara samballı sponsor tapılıb. Təki olsun. Bu komandaya əvvəl yaxşı bir sponsor, sonra da o sponsorun sayəsində Qusarda stadion tapılsa, o zaman tam fərqli bir Şahta Qusar görəcəyimizə əminəm. Mingəçevir kimi Şahta Qusar da öz azarkeşi ilə Premyer Liqaya gözəllik qatar. Yalnız bugün baş məşqçi Elnur Abdullayevin klubun çətin günlərində böyük əməyi olan gənc məşqçinin öz köməkçiləri ilə birlikdə Şahta Qusardan ayrılması xəbəri təəccüb doğurdu. Bu bəlkə də kluba yeni gələn sponsorun seçimi qərarıdır. İnşallah ki, komandamızı gələn il daha gözəl çıxışla gözləyirik. Bu il çox çətinliklər oldu. İlk öncə sponsor klubu tərk elədi, klub dağılmaq vəziyyətində idi. Çalışdıq. Yaxşı ki, sponsor tapıldı, klub yenidən ayağa qalxdı. Bu il gözləntimiz bura qədər də Premyer Liqa deyil idi əslində. 5-ci yer həqiqətən də bizim üçün daha, yəni necə deyirəm, məqsədə uyğun sayılır. Çünki bizdən daha güclü klublar hətta bizdən aşağıdadır. Büdcə cəhətcə daha çox olan klublar bizdən aşağıda 6-cı, 7-ci yerlərdədir. Biz şükür Allah 5-ci yerdəyik. Bizim üçün klubun qələbəsi əlbəttə ki, qələbə azarkeş üçün həmişə lazımlıdır. Amma bizim üçün Şahdağ qələbə olsa da, olmasa da həmişə dəyərlidir. Qələbə üçün heç vaxt gəlməmişik. Klubumuzu dəstəkləməyə gəlmişik. İnşallah gələn illəri stadionumuz da düzələcək. Cənab Nazir Fərid Qayıbov da söz verib, gəlmişdi. 1-2 həftə əvvəl söz verdi, stadion düzələcək. Avqust-sentyabr aylarında stadionun tikintisinə başlanılacaq. İnşallah gələn ildən klubun maddi cəhətdən vəziyyəti daha yaxşı olacaq. Sponsor da söz verib, yeni sponsorlar da kluba gələcəklər. Gözləyirik ki, gələn illəri artıq bizim məqsədimiz çempionluq, Premyer Liqaya çıxışdır. 1-ci liqada son 5 yeri tutan komandalara gəlincə, Moik mövsümün fiyaskosudur. Bu klubun büdcəsi ilə çempionluğa oynamaq olardı. Amma baş məşqçi İlham Yadullayevin bacarığı yalnız 6-cı olmağa yetdi. Moik rəhbərliyi görürsən hansı məntiqlə böyük büdcə hesabına qurduğu komandanı baş məşqçi kimi heç bir uğuru olmayan İlham Yadullayeva həvalə etdi. Zirvədə olmalı halda
6-cı yerə yuvarlanan Moyuka indi hərbi komanda verən lazımdır. Olmadı, qalx, düzlən. Belə uğursuz komandaya görə dövlətin hərbi xərclərini artırmağa dəyməz. Zaqatala və Cəbrayıl FK-nın özünəməxsus statusu var. Yüksək hədəfləri yoxdur, sadəcə 1-ci liqada qal kifayətdir. Hər ikisi də bir neçə mövsümdə işinin öhdəsindən gəlir. Zaqatala komandası azarkeş sayında yalnız Mingəçevirdən geri qalır. Könül istər ki, o azarkeş komandasını Premyer Liqada görsün. Amma bu gedişlə Zaqatalanın hələ ki 1-ci liqadan yüksəlişi real görünmür. Cəbrailin bəxti gətirdi ki, bu mövsüm difai və şimal onlardan da betər gündə idi. Yoxsa liqada qalmaqları çətin olacaqdı. Bəzən möhtəşəm oyunları ilə də hamını heyrətləndirməyi bacardılar. İddialı komandalardan Səbail və Mingəçeviri məğlub edəndə. Hamı kimi Cəbrail FK-ya da pul, sponsor lazımdır. Yoxsa bu gedişlə gələn mövsüm 2-ci liqaya düşməyə əsas namizədlərdən olacaqlar. Cəbrailin son turda Şimal FK ilə görüşdə 2-0 öndə olduğu maçı 20 dəqiqəyə buraxılan 3 qolla uduzması da diqqətdən yayınmadı. 1-ci liqada ara sıra belə şübhəli hesablar olur. AFFA isə oturub UEFA-dan siqnal gözləyir ki, hansı oyunu desələr onu araşdırsınlar. Yoxsa ki, dəvə görmüsən, heç peynini də görməmişəm məsələ. Cəbrailin Şimala belə naqolay uduzması sayəsində Xaçmaz komandası sonuncu pillədən qurtuldu. Amma hələ təhlükə tam soğuşmayıb. Mayın 27-sində onları 2-ci liqanın ikincisi Qaradağ Lökbətanla ölüm-qalım savaşı bir oyundan ibarət play-off maçı gözləyir. Xaçmaz futbolçuları xarakter göstərməsələr, ötən mövsüm gəldikləri kimi də geriyə 2-ci liqaya qayıdacaqlar. Və nəhayət liqanın sonuncusu Difai. Difai ötən mövsüm sondan əvvəlki yeri tutub Quba FK ilə play-off oynayanda səhvlərindən nəticə çıxarmalı idi. Amma daha betər oldu. Klub bu mövsüm baş məşqçiləri əlcək kimi dəyişdi. Düz 4 baş məşqçi gəlib getdi Difaiyə. Heyrətamizdir. Əcəba bu məşqçilərin hamısı mı iş yaratmaz, bacarıqsızdır, yoxsa problem başqadır? Bu suallara cavab tapmaq üçün difaiçilərin 2-ci liqada xeyli vaxt olacaq. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.